zehninizi təmizləmək üçün və yaxud da fokuslanmaq üçün hansı üsullardan istifadə edirsiniz? Zehni təmizləmək və ya bu vacibdirmi? Üzr istədim, sözünüzü kəsirəm. Buyurun. Buyurun. Belə deyək, zehni emosional olaraq təmizləmək ayrıdır. Deyək ki, sənin travman var, nə bilim, kimsə istəmirsən, ağlamayır. Bunları danışmayaq da. Bunlar haqqında biliklər kifayət qədər var. Amma zehni intellektual olaraq təmizləmək mütləq vacibdir. Təmizləmək deyəndə refresh eləməkdə, təravət yeniləmək, beyni yeniləmək lazımdır. Təmizləməkdən daha çox yeniləmək ifadəsi düzgün gəlir. Bunun üçün mənim metodum sadədir. Sırf yeniləmək istəyirəmsə beynimi, çoxlu kağızlar götürürəm, deyək ki, 200 kağız, A4 kağız. Və başlayıram beynimdəki bütün yarımçıq məlumatları oraya yazmağa. Beyni dolduran yarımçıqlardır və bunun heç bir tip kitabı deməyəcək. Amma hiss edəcəksiniz, özünüz də hiss edəcəksiniz ki, yarımçıqlar beyninizi doldurur. Amma tip elmi geridə qalır da, dünya intellektindən geridə qalır istərsiniz. Məsələn ki, yaddaş yarışlarındakı nailiyyətləri tibbə çatmır və tibb elmi inanmır ki, o yaddaşı güclənmək mümkündür. İstənilən həkimdən soruşun, sizə deyəcək ki, yaddaşın nədirsə doğuşdan elə odur. İstənilən həkim sonra deyəcək, yaddaşı gücləndirmək mümkün deyil. Elə bir maddə yoxdur, elə bir texnika yoxdur. Və beyni yeniləmək üçün, dediyim kimi, bunu edirəm, bütün yarımçıqları yazıram, beynim artıq boşdur. Amma beyin onda gözləyir, bu kağızlara nə edəcəksən? Sən əgər o kağızlar sonrasında 5 gündən çox qalacaqsa, ya bir neçə gün qalacaqsa, beyin artıq inanmayacaq, onları geriyə qaytaracaq. Nəyə görə? Yarımçıqları beyin təhlükə görür. Elə bir şiirdir, pərəngi deyirsən, hansı işin var? Onu təhlükəni aradan qaldırmazsan sənin beynini doldurur da. Deyir ki, bax, evə kofe almalısan. Bilir ki, kofe içənsən. Deyir, bax, filan kəsə filan sənədi verməlisən. Bilir ki, o sənədi verməmək sən natamam informasiyanı beyin təhlükə kimi görür. Bəli, və sənə kömək eləməsin, sən yadda salar. Amma intizar ki, eyni anda 50 dənə şey yadda düşürürsə, sən beyni çəkəcəkdir. Amma beynin sən yadda salmır ki, Fransanın paytaxtı Parisdir. Nəyə görə o tam informasiyadır. Sənin ona problemin yoxdur, sənin üçün təhlükə deyil. Bir halda ki, beyin belə işləyir, biz bunu çıxartdıq. O tam kifayət deyil. Mənim bir sistemim var, adını qoymuşum saat sistemi. İlk hərfləri onun üstə düşür deyə saat kimi işləmək. Yəni çıxartdıq, bunları saxladıq. İkinci mərhələdə sən bunları aydınlaşdırmalısan. Buradakı məlumatlar nədir? Yarımçıq məlumatların növləri çoxdur. Evə çay almaq, pendir almaq, yağ almaq, bir də var ki, Quranı əzbərləmək. Səviyyə fərqi var. Bəli. Bunların hamısının yeri eyni ola bilməz. Dünya dəyişib, artıq to-do siyahıları yaramır işə. Brian Tracy'nin kitabları yaramır. Bəli. Ona görə bunları aydınlaşdırmalısın, yəni səliqəyə salmalısın. Aydınlaşdırdın, səliqəyə saldın. Beynin oldu tərtəmiz. Bəs sən bunları axı icra eləməlisən. Quran əzbərləməyə baxmaqla ilhamlanacaqsan. Amma 6 aydan sonra əzbərləməsən, ya da 1 ildən sonra dünya turuna çıxmasan, nəsə eləməsən, artıq günahkarlıq hissi gələcək. Sən bunları mütəmadi analiz etməlisən. Görürsüz, ilk hərflər necə üstə düşürsə. Bəli. Dördüncüsü də ki, hərəkətə keçmək idi. Mən adını qoymuşum tamamlamaq. Saat o sözünə üstə düşürlər bir halda ki, ora kimi düz gəlib. Yəni sən də bu analiz elədin, amma bu işləri tamamlamaq lazımdır. Dünya turuna çıxmaq lazımdır. Dünya çempionatına girmək lazımdır. Bunların elə səliqəyə salmalısan ki, beyin baxsın və aydınlaşsın. Deyək ki, sizin həyatınızda 5 layihə var indi, misal üçün. Bəli. Biznes filan. Bunların hamısı gözünüzün qarşısında papkalar halında olsa, onların hər birinin hərəkəti düzgün olsa və hər biri üzrə qeydlər sizin əlçatan formada gözünüzün qabağında olsa, beyniniz necə işləyər? Günəylər yarımçıq saat kimi. Mən bəlkə də ilahi bir qismət olub, belə sistem elə düşüb. Və bütün bu yarımçıqlar beyninizdən çıxandan sonra itməli də, gözünün qabağındadır. Bu daha etibarlı yerdir. Telefon daha etibarlıdır yaddaşsın, yoxsa beynimiz əlbəttə telefon. Təbii ki, telefon. Yəni bu bəlkə də ilk baxışdan mənim ixtisasıma zid sözdür. Deyə bilərsən, Orxan sən yadda salırsan, bəli dedim, axı telefonun yoxdursa, yadda sırayına qoyuram da, o da etibarlıdır da. Aydındır? Yəni belə olanda artıq sənin beynin yeniləndi. Beynin yenidir. Sən artıq misalsın mən özümün nə biləm. Yəni deyirsiniz yarımçıq düşüncələri biz kənarda saxlasaq, etibarlı yerdə saxlasaq, beyin ondan azad olur. Ki, bəli, onu unutmamışam, o oradadır, istənilən vaxt ona baxıb hərəkətə keçə bilər. Telefon da etibarlı sistem qursan. Bəli. Sən bunu elə beynindən çıxart, sonra 15 yerə böl, sonra ona bir ay baxma, beyin artıq yenə onun təhlükəsini görür də. Amma sən onu telefona qoyursan, application-da üzərində gəzdirdiyin kağız. Reminder kimi. Biz 24 saat biz kağız gəzdirən dörük də bundan sonra. Papka ilə gəzən deyilik. Qələmçi. Amma telefonla gəzə bilərik də. Sonra etibarlı yerə qoydunsa, beyin ona inandısa, artıq o yarımçıqları saxlama zərurəti də etdi deyə. Sən birdən-birə baxsan cavanlaşmısan. Qəribədir, insanlar deyir ki, mən o da yoga getmişəm, o qədər meditasiya, o da balıq yağı. Mən benim belə cavanlaşmamışdı. Bir dənə kimsə ta ki Bakıdan gəlir. Yəni bizim hətta təlimin adını orada İspaniyada kosmetik məhsuldarlıq qoymuşduq zarafatca da.
Yəni belə beynin belə yeniləndi. O ki qaldı konsentrasiya, yəni fikri deyək ki, bir yerə cəmləmə bacarığı. Burada nə etməkdən daha çox, nə etməmək daha vacibdir. Bu etməklər biz məsələn insanlar baxıram görürəm oxuyacağı 500 dənə kitab var. Bəli. Oxumaqdan da mən müəllim deyir ki, Orxan, delete. Sən həyatını sil çox şeyləri. Elə qalanlar sənə bir qədər bəs eləyəcək. Yarımçıq fikirləri silmək olurmu? Yarımçıq fikirləri silmək də yoxdur ki, mən dünya turuna çıxmaq istəyirəm, yarımçıq silmirəm. Sadəcə etibarlı yerdə olmağa kifayətdir beyin üçün. Beyin etibarlı yerdə axı yaddaşsın. Bəs yaxşı, gündəlik bu insanlar axı yenə yarımçıq fikirlər ürətir axı. İndi bir var ki, sizin beynimizdə 200 yarımçılıq ola, bir var ki, 5 yarımçılıq ola gün ərzində. O gün ərzində 5 gələn yarımçılığı da saxlamaq üçün sənin müvəqqəti saxlama məntəqəsi deyirəm. Mən hüquqşünas olduğuma görə müvəqqəti saxlama məntəqən olmalıdır. Mən deyim küçədə gəldim, ağlıma ideya gəldi ki, Orxan, rəssamlıq qalereyasında yaddaş texnikalarının hissəsi ilə bağlı bir layihə irəli sür. Beynimdə saxlasam yarımçıqdır. Beyin etibarlı yer deyil axı yaddaşım. Onları yazıram, telefonu çıxartdım. Mənim müvəqqəti saxlama məntəqəm var. Bəli. Elə ağzıma deyirəm ki, Orxan, please, this is o itmədi. Fikir versə mənim beynim gün ərzində necə boş qalır. Amma yaddaşım da itmir. Mənim qullarım var artıq. Bəli. Sənə çalışan biriləri var. Qullarım. O qədim Seneca o ki öz qulunu şeir deyir, mən onlara şeir deyirdim. Deməli belə bir sistemim vardı. O ki qaldı konsentrasiyaya. Konsentrasiyada dediyim kimi, burada nə etməkdən daha çox nə etməmək vacibdir. Nə etməməyin üzərində əsas nədir? Konsentrasiyanı pozan yeməklər. Misal üçün hansılar? Xəmir yeməkləri. Çörək bizim millətin ən böyük dərdi olar. Deyək ki, o beyin düşüncəsinə təsir eləyir? Əlbəttə yorurdu. Yəni bir ifadəm var, nəsə ki tutdu da, insanların xoşuna gəldi. Hətta bir çox incidim məndən ki, deyirəm qarnın nə qədər böyüyəcək, başına da balacadır. Yəni çünki sənin qarnın böyüdükcə orada daha çox enerji gedir də, beyinə gedəcək enerjinin bir hissəsi bura gedir. Yaxşı, Orxan müəllim. İndi və burada nə eləməmək lazımdır? İnternet asılılığı ən böyük diqqətlə bağlı düşmənimiz internet asılılığı. Bax indi İranla İsrail döyüşür. Bəli. Burada bir mən də Dağlıq Qarabağ mənim keçmiş Dağlıq Qarabağ münaqişəsi mənim diplom işim oldu. Qəsdən seçmişəm, çətin oldu. Çünki onun dedikləri həlli qeyri-mümkündür. Xoşuma gəldi ki, bu qeyri-mümkün söhbətdə girişimdə. Deyir ki, İran İsrail hamı siyasi cəhətdən başa düşür ki, Azərbaycanın bunu geopolitik olaraq bizə uyğundur da bir çox məsələlər. Amma mən birisi nəyin dərdi bilir. Və indi cəmaət bəlkə də bir saatdan bir internetə girirsə, indi 10 dəqiqədən bir tak hamı girir ki, görəsən nə oldu, kim oldu, kim oldu, kim. Onun uzun müddətli ziyanı diqqət etsin. Birisi nə qədər ziyanlı, dəhşətli bir şeydir. Mən hətta razıyam ki, ən despotik tədbirlər görülsün ölkədə. İnternet bağlansın 20 saat. 20 saat olmasa bir 10 saat bağlansın ki, insana girə bilməsin. Ona razıyam hətta. Yalnız xüsusi insanlara giriş olsun ki, təkcə insanlarımızın diqqətini biz qoruya bilək də. Yəni nə etməmək daha vacibdir. Yəni bunları etməyəndən sonra, yəni interneti necə bir dənə məsləhət görə bilərəm ki, internetə giriş vaxtları müəyyəndir. Yuxudan durandan sonra 4 saat ərzində girmə. Yəni beynin bəhanə verəcək ki, bəs mənim işim gücüm, onsuz da yola verə bilərsən. Mənim dostlarım hamı bilir ki, 2-yə kimi onları cavab verməyəcəm. Onlar dünya dağılsa da, qəzaya düşsə də, son çarəsini alsam da girməyəcəm 2-yə kimi. Xüsusi hallarda. Xüsusi hallarda çıxmaq şərti ilə. Özünüzə vaxt qoyun. Saat 12-də girəcəm, 3-də girəcəm internetə, 6-ya kimi. 6-ya bir dəqiqə qalmış olsa belə girməyəcəm. Bir də gecə evdə telefonsuz həyat tərzi çox vacibdir. Yaxşı, orada da internetə giriş vaxtını qoy, saat 9. Bu da hansısa bir disiplinanın yaranmasıdır. Çox böyük şey. Və sənin diqqətin budur. Orxan mən neyiniyim? Deyir, Orxan hansı maddəni, hansı kapsula? Kapsula dövrü deyil, qutarıb o dövr. Sən indi nə etməməyin daha vacibdir. Adam var deyir, uşağım istəyir. Deyirəm, uşağa siqaret verirsən, istəyəndə deyir, yox. Demək internetə vermək ondan betərdir ki. Deməli, konsentrasiyada nəyə etməmək daha vacibdir. Nə etmək hissəsinə səviyyə çatsaq, okey. Darıxdırıcı işləri sevir. Maraqsız həyat sevir. İndi görürsünüz, mən sizdən maraqlı söhbət. Maraqsız işin sonunda, mən dünya çempionatına hazırlaşmaq çox maraqsızdır. Amma orada çempion olmuşam deyil, mən sizdən maraqlı söhbət etməyə lüksum var. Çox gözəl yanaşmadır. Mən gedərəm, oturaram bir kafedə, kimsə tanıyır da ehtimal ki də, gələcək Orxan mənim bəs. Görürsünüz, ona nəyə söyləyirəm, maraqlı hissəyə çatmaq üçün. Yəni siz maraqsız şeylərdən keçməlisiniz. Maraqsız həyat tərzi sürməlisən. Maraqsız həyat tərzi deyək ki, bir şeyi əzbərmək maraqsızdır. Nə bilim, şey. Çox gözəl vurğulayırsınız. Məsələn, deyək ki, yaddaş yarışına hazırlaşanda gündəlik rəqəmlər görürsən. Ayda Barselona ortasında, özü Barselonada yaşayanda lap da təsəvvür çöl qaynayır. Bəli. Barselonada yaşayırsan da. Başı külələr şəhərdə bir tərəfdə oturursan. Bu sentyabr Barselonanın ən gözəl vaxtlarıdır. Oktyabr turistlər, hər cür əyləncə növləri və s. Sən maraqsız oturmusan, rəqəmlər gedir belə. Şəkillər gedir. Amma sən axırda dünya çempionusan da və getdikcə darıxdırıcı. O sıxıcılığın verdiyi avantaj
sonda çox mükəmməl. Getdikcə darıxdırıcı sənə həzz verir. Artıq hiss edirəm. Çünki darıxdırıcı işlərin ortasında sənə bir yaradıcılıq impulsu gəlir. Oturmusan bir layihə üzərində işləyirsən. Deyək ki, bir nəyinsə çıxışa hazırlayırsan. 70 səhifəlik. Maraqsızdır. Amma o prosesdə birdən ağla gəlir ki, Orxan, bəlkə özündən yaddaş texnikası çıxardasan, bir şey yadından çıxaranda mental qeyd qoyasan. Belə gələndən sonra onun verdiyi yaradıcılığı, uzun müddətli yaradıcı həzz, mənə TikTokdakı yaradıcı həzzin qat-qat həzz verir. Yəni siz bir anda bunu qucaqlayın, əgər darıxdırıcılığı qucaqlayın, küçədə gəzəndə telefona girməyin. Mən Dəşdə gəlirəm. Bizdə Heydər parkı var. Xətayda, Əhmədidə, Ukrayna meydanı üzərində hər gün orada gəzirəm mən. Çox gözəl parkdır. Görürəm ağsaqqal oturub telefonda. Fıradır TikTokdan ki çıxamır. Bədbəxtlikdir. Mənim gözüm çox böyük bir faciədir. Evki narkomanlar oturub orada. Mən belə baxıram. Evki narkomanlar oturub parkda. Orada oturub, əlimi qoyuram arxaya, qoca fəndidə. Özüm üçün gəzirəm. Telefona girmək istəyirəm. Heç vaxt icazə vermirəm. Çox üzr istəyirəm. Bu yadımdan çıxacaq. O mənə konsentrasiya məşqi sayılır. Mən ona konsentrasiya məşqi sayılıram. Lap sizə bir dənə konsentrasiya məşqi verin. Bir dənə çox maraqsız muğam götürün 30 dəqiqə. Qulaq asın. Qulaq asın. Görəcəksiniz ki, durmaq istəyirsiniz. O 30 dəqiqəni keçsəz var ha, o sizin məşqinizdir. Orxan bəy, bax məsəl üçün deyirsiniz ki, bu şeylərdən uzaq durmaq lazımdır, internetdir, beyninizi səliqə-səhmana salmaq lazımdır ki, beyniniz azad olsun. Beyin azad olan kimi dərhal sizə yeni bir hədəflər, yeni bir şeylər çıxartmırmı? Yəni onun boş olması, sərbəst olması hansı avantajları verir? Hansı üstünlükləri verir ki, biz onu səliqə-səhmana salırıq ki, o üstünlükləri yararlana bilək. Biz əslində səliqəyə salmaqla heç bir xüsusi iş görmürük. Biz beyni əslində sıfırdan qaytarırıq. Bizim beynimiz sıfıra qaytarmaq bizə nə verir? Minusdadır da. Minus onsuz həyat tərzi deyil ki. Biz indi sıfıra qaytardıq ki, normal insan olaq da. Belə deyək də, siz Lamborghini almısınız. Bütün kartof daşıyırsınız, satırsınız da. Bəli. Bunun elə funksiyası yox idi da. Daşıya bilərsən kartofu. Daşıyacaqsan, indi qırılacaq, düzəldəcəksən. Səbəbi ki, beynimizdə də bir Lamborghini baxırsınız, kartof daşıyırsınız bütün gün. Biz o kartofu qırağa çıxardıq. Sürmənin zövqünü al. Onun üçün boş saxla Lamborghini. Kartofsunda gedib bir dənə, nə bilim, Pazal, nəsə al. Gazela, daşı da. Kim nə deyir ki sənə? Maraqlı yanlış. O, yəni biz burada bunu boşaltmağı, kartofu deyək ki, boşaltmaqla bir xüsusi bir inkişaf eləməliyik. Sadəcə sıfıra qayıtdıq. Indi inkişafa başlaya bilərik, sürət yığa bilərik. Bəli. Yəni ki, belə deyək də, ilkin yanaşma budur. İstənilən siz elm növünə baxın, istər din, istər fəlsəfə. Mən dinlə fəlsəfə ayırım, mənim fikrimdə fəlsəfə dində, filosof dindar ola bilməz, dindar da filosof ola bilməz. Bunlar bir ziddir. Fərqli. Bunlar cəmiyyətdə bu yaxınlarda diskussiya getdi. Sonra deyək ki, din, fəlsəfə, psixologiya, neurologiya fərq yoxdur. Hamısı sizə deyəcək ki, insan yaradıcı olmalıdır. Bəzi fəlsəfi alimlər var deyir ki, insan yaradanın bir parçasıdır, eşitmirsiniz yəni, zərrəsidir. Yaradan yaradıcı olduğu kimi insan da yaradıcı olmalıdır. Sizə neuroloji elmlər deyəcək ki, insan beyni yadda saxlamaq üzrə ixtisaslaşmayıb da, daha çox yaradır. Yaxşıdır, pisli nəsə yaradır gün boyu. Özünüz görmürsünüz ki, Rusiya-Ukrayna mövzusunu matım çayxanada hər bir dənə fikir var. Bu deyir Putin Zelenskinin adamıdır. Hər öz fikrini söyləyir. Zelenski Putin. Bu deyir İrana İsrail dostu yalanlı eldə. Yəni hər nəsə yaradır da özündə. Amma yadda saxlamaq kreativliyi. Amma yadda saxlamaq zərurəti gələndə görürsən hamı keyfi qayda edirsən zaman mənə evdə desən ki, bəs evə gələndə çörək al, mənə saat onda yadıma salarsan. Görürsən hamı zərərsiz yadda saxlamaqdan da, yaradıcı yaddaşmaq olsun deyirəm ona. Yəni ki, istər neurologiya olsun, istər din olsun, hətta din də deyir ki, hafizi Quran yalnız bəzi şəxslər üçündür ki, ona ilahi verir. Demək ki, sən də yadda saxlaya bilərsən, çox da fikir verirsən. Bəli. Ya deyirsən, görürsüz deyir ki, 4 mənbədən etibarlı mənbədən olmalıdır. Deyir Peyğəmbər deyəndə bunlar hamısı təkərladı ağzından. Görürsüz demir yadında qaldı. Deyir təkərladı ki, yadından çıxmasın. Harası elmə baxsaq, insan beyninin yaddaşı yox, yaradıcı funksiyasına çıxır. Hətta bunu belə deyirsə, mən niyə durub beynimi ambar kimi istifadə edirəm, yaradıcılıq üçün istifadə edirəm, amma ambar kimi də məntiq var. Məntiq var, bir var ki, elmi əsası var da. Yəni və heç bir indiyə kimi bunun əleyhinə olan bir fikir yoxdur. Bir dənə sizin fikriniz ola bilər ki, yaxşı mən bu qədər şey necə yadda saxlayım, dedim də o da beynindən kənarda yaddaş sarayı. Yaddaş sarayları qurmaqla. Qədim Yunanistandan gələn texnika. Çox gözəl. Orxan bəy, sizin uğurlarınızda motivasiyanın rolu varmı? Varsa bu necə tənzimlənir? Motivasiya nədir? Sənin bir işi görməyə həvəsin var da. Bu ilham pərisidir də. Deyək ki, gün ərzində həvəsən düşə bilərsən, həvəsin də ola bilər. O biraz riskli strategiyadır. Təsəvvür edin ki, çempionata bir ay qalıb həvəsən düşdü. Mən ona buraxa bilmərəm də motivasiyaya. Amma hər vaxt motivasiyanın ümidinə buraxa bilməzsən. Ən yaxşısı vərdiş. Vərdiş. Disiplin.
Disiplin oldu, olmadı. Vərdiş. Səhər saat 8-də durmaq üçün mənim motivasiyam olacaqsa, bir gün duracam, bir gün durmayacam. Amma vərdişi sevirsəm duracam da. Bu biraz əziyyətli prosesdir. Bunu necə öhdəsindən? Vərdiş yapmaq elmi bilmək lazımdır. Vərdişi mənim belə vərdişim yoxdur deməkdənsə desən ki, görürsən vərdişin elmi var. Araşdırırsan, elmini tapmalısan. Həm hər şeyin strategiyası olmalıdır. Aydındır. Ona görə mən ki, yuxudan durdum. Xüsusi prosedurum var, idman elədim, getdim gəzdim, meditasiya elədim, gəldim, okey, işləməyə vərdişim yarandı. Gözəl. Elə bir gününüzü bizə deyə bilərsinizmi necə baş verir? İndi bunu istəsə fikri bitirəm, baxaram. Buyurun. Və bunu vərdiş kimi işlədim. Bəs motivasiyanı saxlayıram mən həyat amalıma. Mən yazmışam mənim həyatım mənası nədir, nə üçün yaşayıram. 3-5 il mənə motivasiyanı o hissə verir. Mən bu gün deyək ki, həvəsdən düşəndə mayakım var, mayak. Ora baxıb xatırlayırsan. O mənə işıq vurur ki, bəs deyansan xəyanət kimi olur da biraz. Biz çıxmışıq Ələt portundan gedirik. Bilirəm də mayak Türkmənistanda da deyək ki də. Sağa sola nə qədər əyri getsəm də o mayak oradan deyir ki, gəl burada. Yəni motivasiyam geriyə qayıtmıram ki, mən itəcəm. Gündəlik işimdə də geri qayıtmam. Amma sırf motivasiya elminə gələndə gəlsə, mən sizə bir şey deyim ki, məni pozitiv motivasiya həvəsləndirmir ki, gələcəkdə milyonçu olum. Məni neqativ, mənə qamçı lazımdır. Belə izin istəyirəm. Mənə yox, insan elədir. İnsan deyir ki, qardaş, bəs bu qədim Sovet dövründə qaldı. İndi sən həyatda hansı nailiyyətin var? 40 yaşında hansı idarədə hüquqşünas işləyirsən də. Mən o qayda nailiyyət görmürəm. Amma ondan danışma. Onun üçün sənin motivasiyaya ehtiyac yoxdur. Sən getdin, gəldin də. Yəni ki, o işin oldu. Böyük hədəflər üçün pozitiv motivasiyanın öz yeri var. Mənim ayaqım və s. var. Amma gündəlik iş görmək üçün deyək ki, 2 versiya var da. Günün sonu mənə dünyanın ən yaxşı marojnasını verəcəklər. Amma günün sonu mən bu işi bitirməsəm mənim otağıma şir girəcək. O şir məni daha çox həvəsləndirir, nəinki marojnadır. Onun üçün mən özümə süni şirlər yaradıram, süni təhlükələr yaradıram ki, bunu eləməsəm təhlükə. Mənim bütün günümün motivasiyası özümə süni təhlükələr yaratmaqdır. Çox maraqlı yanaşmalarınız var. Buyurun. Və deyək ki, mən bir çətin iş layihəyə götürün. Deyək ki, bir saat qura bilərsiniz 24 saata. Deyəcəksiniz ki, yox. Mən sizə deyirəm ki, 24 saatın sonunda sizlə gedirik Quba səfəri. Eləmək də olar, eləmək də olar. İndi elədim nə olacaq, eləmək də olar. Amma deyirəm bir sənə var, 24 saatın sonunda bir yaxın qohumun evinə terrorist girib güllə asılacaq. Eləməsə. Onu 100% edəcəksən. Mənə o 100%-i daha sərf edir. Bəli. Mən belə deyirəm. Ehtimallar sərf eləmir də sizə. Nəticə 100%-lıq nəticə sərf. Mən bir şey görməyəsəm şu gülləni axtarıram, tapıram. İndi belə güllə olmasa da bir mənəvi güllə. Mənəvi güllə tapıram. O gülləni qarantiya alıram. Ondan sonra işləyirəm, o iş bitirir. Yadınızdan söz verdiniz bizə ki, bir gününüzü deyəcəksiniz. O günə gəlincə xüsusi bir əvvəlcə Barcelona 5-də dururam. Yox, olmazsa olmazları bizə var. Olmazsa olmaz nədir? Səhər idman edirəm ki, bədən dövranı, pilates toplanda fırlanmaq ki, bədən biz səhər yıxan duranda biraz nə idmanı? O bizdə söz var ki, evin içərisində ruslar deyirdi, fizaryatk eləyirlər. O mu yoxsa o jim deyir, rusların jim edirəm ki, fərq etməz. Mənə səhər bir nə lazımdır. Uzun fəlsəfi söhbətlər yazırlar ki, səhər durdum bunu elə. Ondan daha çox mənə lazımdır ki, bax indiki kimi olum. Bəli. Mənə o zonaya qaytaran nədir? Buzlu su, soyuq su, bumbuz su, qışda yəri fərqlənir. Durdun su həmin adamsın. Duş kimi qəbul eləməkmi yoxsa içməkmi? Duş kimi, içməkdən də adi su içirəm deyək ki. Ya da jim elədən sən artıq həmin adamsın. Ya günəş şüası altına 20 dəqiqə gedib yanıram. Bu Heydər parkında burada olanda, gün olanda. Gəldim bir dənə bumbuz suya çıxdım, mən indiki orxanamda. Mənə o zonaya tez nə qədər girsəm o da yaxşıdır. Adamlar uzaqdır ta ki 3 saat gah bunu oxuyur, gah onu oxuyur və s. Onu da eləyə bilər. Kimə necə gəlirsə də mənim üçün fərqi yoxdur. Bu səhər durduğum budur və günə başlayım ən çətin işlə. Çünki o səhər durduğum mesajlara cavab verdim. Ay nə bilim asan işlər. Biz deyirik ki, günün sonu belə olacaq, düşürək enerji. Bəli. Ən çətin iş və ən maraqsız işlə başlayıram. Həyatıma vacib olan, həyatımda mənim üçün əhəmiyyət kəsb edən çətin və maraqsız iş. Çətin sözündən xoşum gəlmir ümumiyyətlə. Amma mürəkkəb deyək və maraqsız iş. Nə işidir? Hansısa bir layihənin biznes planını hazırlamaq. Sonra birə kimi eləməyəcəksənsə, birdən sonra eləməyəcəksən. Birdən sonra onun öz dərdləri var. Mesajlara cavab vermək, zəng eləmək. Və onda qulağıma naushnik taxıram, xüsusi musiqilər seçirəm, özümün vaxtla aldığım. Səs bloklayıcı qoyuram. Bəli. Elə edirəm ki, mən artıq orada telefonuma blok qoymuşam, bütün applicationlara və s. Artıq mənim bir dənə yolum var. İşləməyə başqa yol. Elə işləyirəm, sonra telefona girirəm tak saat 1-də, yəni siyasi izmalları tak saat 4-də izlədim. 5-ə qalmış bir qaydalara ya da 6, əksər hallarda 5-ə qalmış
sabahsı günü planlayıram və vizualizasiya edirəm. O işi necə edirəmsə, onu beynimdə yaşayıram. Mən səhər o işi görəndə bir dünə bir dəfə görmüşəm o xəyalımda. Və mənə yad gəlmir. Sonra idmana gedirəm altın yarısı. Nə idmanla? Deyək ki, idman zalında gedirəm. Altın yarısı nəyə görə ki? Yəni fitnessdirmi yoxsa bu? Fitnessdə. Aerobik, deyək ki, non-aerobikdə. Və elə vaxt gedirəm ki, insanlar tıxacdan gəlib çatdıram məsələn. Zal boş olur. Bu meditasiya dediniz bir də nəsə qulağıma. Səhər meditasiya edirəm də, sırf bədənimə fokuslaşmaq üçün ki, sentral mərkəzləşim də. Çünki biz dağınıq dövrdə gecə yatsan səhər başdan ki, görsən İran vuracaq, İsrail vuracaq. Bu söhbətdə beynimdə gedir də, mənə lazımdır mərkəz. Axşam isə gəlirəm şeir əzbərləyirəm, ya şeir deyirəm, xoşum gəlir. Bu özünüzü ətrafdan assimilyasiya eləmək üçün hansı tip musiqilərə qulaq asırsınız? Musiqini yəni sizi daha da bioritmiklər sakitləşdirən, özünüzə qaytaran. Sakitləşməyə fikrim yoxdur. Sadəcə fokuslaşma fikrim var ki, mərkəzləşsin. O hansı musiqiləri siz? Bioritmik largo deyirlər. Onu vaxtında xüsusi aldığım disklərdir. İndi yəqin ki, YouTube-da bilmirəm nə qədər etibarlı deyilsə, məndəkilər belədir ki, sağdan bir cür dalığa gəlir, soldan bir cür dalığa balanslayır da. Hətta bəzən mənim o nauşnik dediyimiz headsetdə xarab olanda mən belə hiss edirəm. Görürəm dalığa eyni dalığa deyil də. Amma o demək deyil, ondan asılıyam. Ümumiyyətlə mən yarışlara da səs gəlməsin deyə belə gedirəm deyə. Mən bəzən elə vaxtlar qulağıma sadəcə onu taxıram. Assosiasiya vardı, sənin qulağında olmalıdır, amma şərt deyil. Aydındır. Təşəkkür edirik. Suala da belə maraqlı cavab verdiniz. Orxan bəy, yarışlarda bəzən stresli vəziyyətlər yaranır. Təzyiq altında yarışçılar təzyiq altında saxlanılır. Bu kimi hallar olanda, təzyiq altında qalanda, stresli olanda özünüzü necə sakitləşdirirsiniz? Bu hadisədən necə çıxırsınız? Bu sırf yarışla bağlı məsələ deyil də. Ümumiyyətlə gərək bir mentalitetin olsun da. Mənim özümlə bağlı inandırdığım bir mentalitet var ki, bunu da çox təsadüfən öyrənmişəm bir olimpiya çempionundan ki, sən bu inanca inanmalısan. Həyatda nə baş verirsə, mənə xeyrimə baş verir. Söz gəlişi yox, dini bir ifadə kimi yox ki, bunu deyəsən sonra gəlməsə. İdrak eləməlisən onu. Sən buna inanmalısan. Doğrudan geriyə baxanda görürəm ki, mənə nə vaxtsa kimsə hansısa pis yeriyəndə, doğrudan mənim xeyrimə oldu əslində o. Doğrudan həyatına baş versəm, doğrudan mənim xeyrimə baş verir. Bunu həm həqiqət kimi dərk etmək, həm də özünə inandırmalısan. Deməli, yarışda artıq sənin təzyiqin azaldı da. Biz nə qədər təzyiqimiz artır, qorxur ki, neytrallaşdırırsınız. Uduzaram, belə olar. Deyirsən, o da mənim xeyrimə. Amma bir şərtlə ki, qaydalar da qoyursan ki, mən maksimumu elədiyimi təqdim edirəm. Girişin artıq düzgündür. Amma mənə çox idmançılar müraciət edir, nə qədər şahmatçılar, Azərbaycanda da müəyyən yaş kateqoriyası, boksçular, təsəvvür edirsiniz. Onların da ən böyük problemi yarışda təzyiqdir. Girişimiz düzdür, mentalitet, amma bu kifayət deyil. Meditasiya da kifayətlənmir, nə qədər olsa, qəribə olsa da. Mənim öz xüsusi 15 dəqiqəlik prosedurum var. Bəlkə də mənim yarışmaq, digər yarışmacılardan üstünlüyüm oldu. O gün mən bir status qoymuşam ki, bəlkə yarışmacılar belə. Görəm necə xaricdən yazır ki, sən bizi bunları demirdin, tərcümə edirlər özləri üçün. Ərəblər, fransızlar. Dedim də bundan sonra qoymayacağam, azınca status ya da sizi bloka qoyacağam. Deməli 15 dəqiqəni necə edirəm? Birinci nəfəs. Sən əgər öz nəfəsinə fokuslaşa bilmirsənsə, deməli yarışa da fokuslaşa bilməyəcəksən. Tutaq ki, mən nəfəs alıram deyək ki, sayıram 1 2 3 4 qalxa 6 kimi saydım. Sayan vaxtı ana ata düşdü yadlasa, deməli sən artıq yarışda danışmayacaqsan. Bəli. Uduzaram düşdü yadlasa, sən elə 15 saniyə sən fokuslaşa bilmirsənsə, 6 saniyədən sonra 6 saniyəni saxladın. Saxlayanda gör saxlamağa fokuslaşırsan, yoxsa yarışda uduzmağa. Ona fokuslaşırsansa deməli kontrol səndə deyil. Ta ki 5 dəqiqə ona stabil eləyə bilirəmsə, onu edirəm nəfəs məşqi. Deməli okey. Şuurlu olaraq kontrol məndədir. Sonra insan beyni eyni anda bir şeyə fokuslaşır. Bilirsən nədir? İnsan hamı bunu deyir, amma praktik tətbiq eləmir də. Mənə praktik hissəsi lazım. Bir halda ki bir şeyə fokuslaşır. Burada iki versiya var da. Ya neqativ olacaq, ya da pozitiv. Bəli. Neqativə düşünməyə ehtiyac yoxdur, özü gəlir onsuz da. Deməli mən bir dənə şeylə beynimi doldursam, neqativ yer yoxdur. Avtomatik yer yoxdur. Beynin qanunudur. Bəli. Ona görə özüm bir sloqan seçirəm yarış qabağı. Hər hansı bir sloqan ola bilər. Deyək ki, Cristiano Ronaldo ola bilər ki, "Estoy aquí." Fikir versəm ki, deyir tullanır göydən, deyir "Estoy aquí." Mən buradayım. Portuqal dilində elə gedir. "Eu estou aquí"də. "Estoy" ingilis, ispanca gedir. Mən düşünürəm ki, o sloqanı 5 dəqiqə təkrar edirəm, beynimi dolana kimi. Deyək ki, sürət. Orxan, sən dünyanın ən yüksəyinə layiqsən. Sən layiqsən. Orxan, kontrol səndədir, tam kontrol səndədir. Deyək ki, bunu deyirəm, mən tam sloqanı demirəm də deyək. Və sonra düşünürəm ki, mənim dünyada ən çox örnək götürdüyüm insan yarışda mənim yanımda dayanıb. Beynim doldu 10 dəqiqə bu söhbətlərlə. Artıq sizə neqativi özü yavaş-yavaş qırağa gedir də. Bu mənim yarışda təzyiqlə mübarizə metodum. Çox mükəmməl. Bütün cavablarınız maraq doğurur. Bunu idmançılar deyək ki, bunu
dünya səviyyəli beyzbol ustasından gətirmişəm, birini olimpiya çempionu. Yəni bunlar çox da belə deyək də, yəni özü-özlüyündən formalaşmayıb da. Bunlar çox da bilinən özdə metodlar deyil. Mən maraqlı görürəm, Azərbaycanda neçə idmançı bunu bilərəkdən tətbiq edir, bəziləri isə ehtimal ki, bilməyərəkdən tətbiq edirlər. Çox maraqlı cavab idi. Keçək növbəti sualımıza. Orxan bəy, insan yaddaşının bir hüdudları varmı? Yoxsa o, necə deyim sizə, sonsuz inkişaf etdirilə bilər? Belə deyək də, insan yaddaşının hüdudları olsa belə, hələ biz o həddə çatmamışıq ki, o hüduda geri çataq da. İndi mən deyim, insan yaddaşının filan qədər limiti var. Onu demək səhvdir. Bir də yaddaş deyəndə biz nəyi nəzərdə tuturuq? Çox adam yaddaş deyəndə, bayaq dediyim o tibb elmi, o limitli hissəni nəzərdə tutur. Tibb elmi beyin kimi ancaq bunu görür. Amma mən beyni uzatmaq istəyirəm də qullarımla, Senekada. Mən qulların limiti yoxdur da, pul var deyək ki, millətdə. Qədimdə nə qədər sənin qulun ola bilərdisə, indi mənim texnoloji qullarım ola bilər də. Mənim yaddaşım limiti yoxdur. Laf götürək ən loyal metodda yaddaş sarayı. Mənim tanıdığım yerlərin limiti var, hə. Teatrlar, məktəbin sayı qutardı. Amma mən axı limitsiz yaddaş sarayı texnikam da var axı. Bəli. İnternetdən videolar və s. limiti artıra bilərəm. Deməli, mənim sadəcə ömrümün limiti ola bilər də, fiziki ömrümün. Yaddaşımın limiti mənim saraylarımın limiti ilə bitir. Sarayların limiti yoxdur. Çox gözəl. Dolayısıyla limitsizdir. Bəli. Sizcə yaddaş bir insanın insan edən əsas amillərdən biridirmi? Bu sonuncu sualımdır sizə. Sualdan sonra isə sizin bizə və dinləyicilərimizə söyləmək istədiyiniz, demək istədiyiniz son nəsə fikirləriniz varsa, onu böyük maraqla dinləyərdik. Aydındır. Təbii ki, insan bu dünyaya yaddaş üçün gəlmir, yadda saxlamaq üçün gəlmir. Heç insan bu dünyaya paltar geyinmək üçün də gəlmir, kitab oxumaq üçün də gəlmir. Bunlar hamısı alətlərdir. Son məqsəd yaddaşın güclü olmağıdır. Heç mənim dünya yaddaş çempion olmağım, dünya rekordu qırmağım da son məqsədim olmuyor. Bir çox insan üçün bəlkə də o kifayət edir ki, həyatını mənalı yaşadığını desən də. Amma mənim üçün o bir məqsəddir. Mənim üçün yaddaş yarışları bir sınaq meydanı idi ki, mən dahilərin sirlərini araşdırmışam. Necə ölçə bilərəm dahi olmaq, sıfırdan dahi olmaq var, yoxsa yox. Mənim üçün platforma idi ki, burada ölçmə, çempion olsan deməli mümkündür də, sən də sıfırdan ola bilərsən. Bu mənim üçün bir platforma idi. Platformada öyrəndiklərimi tətbiq elədim. Amma bunun mənim həyat fəlsəfəmdə rolu nədir? Ümumiyyətlə, mənim beynə yanaşmamda rolu nədir? Mən beynə bir universitet kimi baxıram. Beynin universitetin fakültələri var. Necə ki, universitetin fakültəsi var, hüquqşünaslıq, jurnalistika, nə bilim, filologiya, pedaqogika. Burada da var yaddaş, oxumaq, intuisiya və s. səliqə. Mən istəyirəm hər birinə girim, əhlası bitirim, çıxım çələdə. Çox maraqlı. Deyək ki, yaddaşa girdim, dünya çempionu kimi ən yüksək nailiyyət aldım, çıxdım. Mən maraqlı deyil o pilləkanlarda kim mən nə dedi. Ay yaddaşın limitləri var. Hətta dünya azizanın, dünyanın ən güclü tibb alimləri deyir ki, qardaş, yaddaşı mümkün deyil. Bəziləri deyir ki, qulaq asmayın bunlara. Mənə nəzərə tutun. Bəli. Qardaş, nəticəm var da. Yəni sıfırdan gəlib çempion olmuşam. Mənə o pilləkanlarda kimin qıraqdan buzağın dediyi söz qətiyyən maraqlıdır. İntuisiyanın təlimi var. Ay filan kəsin intuisiyası güclüdür, mənə o maraqlı deyil. Ay mən təsəvvür edirsiniz, o qədər disiplinasiz adam olmuşam, səliqəsiz ki, mənim barəsində işdən çıxardırdılar. Hətta elə. Tam ziddi. Yəni bu mənim valideynlərim də bilir, dostlarım bilir ki, təsəvvür edirsiniz 11-də yağış yağardı, mən işə girmirdim. İndi həmin adamlar məndən disiplin dərsi alır. Girdim o səliqə fakültəsinə, onu da əlaçı bitirdim. İndi mən biznesmenlərə dərs deyirəm orada. Oxumaq. Mən kitab oxuya bilmirdim, indi istəsəm nə qədər istəsəm kitab oxuya bilərəm də. Yəni intuisiya və digər demək istədiyim və istəmədiyim bəzi fakültələr. Mən beynə yanaşmam belədir. Yaddaş təbii ki, bir alətdir ki, mən böyük amallarıma daha sürətli çatım. Fikir versə bunların hər biri bir alətdir. Bəli, ayrı sahələrdir. O ki, qaldı yaddaş yarışlarında yer tutmaq, bu mənim həyatımın kökündən dəyişdirən bir elementdir. Deməli, mən sübut elədim ki, istənilən sahəni... Ən əsası özünüzə bir motivasiya yarandı ki, bu mümkündür. Deməli, mən artıq istənilən sahədə ən yüksək zirvəni götürməliyəm. Və onun mümkünlüyünü gördünüz siz o nəticədə. Mümkünlüyü də oturdu da. Bəli. Artıq bir nümunəsi var. Deməli, mən səhər gedib fəlsəfəyə daxil olsam... Orada da həmən zirvəni götürə bilərsiniz. Nə qədər müqayisəli görsənsə də, mənim hədəfim olacaq dünya tarixinin ən güclü filosof olmaq. Və ona mən deməyəcəm, ay Allah, bu mümkündür, yoxsa yox. Birini təsdiqləmişsiniz. Dünya tarixində indi kimi gələn ən böyük rəqəmi yadda saxlayın mən. Nə də qəribə görsənsə. Ən çətin ilklərdir, Orxan bəy. O ilkə gedənə kimi. O ilk, bəli. O ilkə gedən kimi də qəribə mental güclərin olmalıdır. Ay, ilk gəlsən, biz nəyə oxşuyur? Deyirsən ki, bir dənə birinci pul gəlsin, hə? Ondan sonra inanacam özümə. İndi o birincini sən gərək hansı yola gətirəsən. Bəli. Yaddaşın mənim həyatımın rolu budur. Mən səhər lap dinə belə deyək də, dini həyatın mənası kimi görüb,
dini öyrənməyə çalışsam, belə yenə o səviyyədə görəcəm. Bütün hədisləri əzbərləməliyəm, bütün dini kitabları əzbərləməliyəm və onlardan dünya tarixinin ən yüksək nəticəsini çıxartmalıyam. Artıq mənim o mentalitetimə hopub. Yaddaşım həyatımdakı, həyat fəlsəfəmdəki rolu budur. Mən durub gün ərzində elə dayanmadan əzbərləyən tip dəstəkləyicisi də deyiləm. Elə amalım da yoxdur və yaddaş da elə deyil. Ona görə mən buna yaddaşdan daha çox yadda saxlama qabiliyyəti deyirəm ki, insanlar düşünməsin ki, elə yaddaş özü yapışır. Yaddaş mənim yaradıcılığımın yanacağıdır. Otururam, bir şeir görürəm, tanınmayan, da ki, Məhsul Müzəffər Şükür, heç biriniz tanımırsınız, bir şair kimi. Mən elə şeiri varmı götürürəm, onu internetdə görürəm, əzbərləyirəm. Məclislərdə ulduz olursan, şeir deyirsən. Fikirsə müxtəlif, həm ruhi səviyyədə yaddaş məni dəstəkləyir. Mənə ilham verir ki, sən hər şeyin ən yüksəyinə layiqsən. Xoşunuza gəldi, gəlmədi. Bu mentalitetdə oturur. Sonra yaddaş sən öyrədir ki, artıq sənin dahi düşündüyün insanlar dahi deyil, ona əl satandır hamısı. Sən buna sonraki həyatını mənalı yaşayırsan. Sonra yaradıcılığın yanacağı var. Nə qədər çox bilgin olsa, o qədər deyək ki, yaradıcılığın yüksəkdir. Sonra sən artıq hər şeyin istənilən texnikasını yarada bilərsən. Sənin gün ərzindəki çətinliklərin artıq səhvlərin də sənə köməkdir. Çətinliklərin də əslində yaxşıdır. Çünki axı yaddaş yarışından demirsən, axı nə baş verirsə, əxirən baş verir. Yaddaş mənim üçün budur. Belə texniki, statik bir məsələ deyil. Yaddaş mənim üçün ümiddir ki, artıq bir hədəfi quranda həmişə maneəmiz nədir? Görürsən, yardımda qalacaq, yerin var. Ya onları düşünmürsən də, artıq gedirsən. Mənim üçün yaddaş budur. Çox gözəl. Və son sözlərim. Sonda nə söyləyərdiniz? Belə xüsusi, ümumiyyətlə mən belə sevmirəm ki, belə insanlara xüsusi məsləhətlər verim, ya nəsə bir istiqamətləndirim. Amma bəzi inandığım inanclar var ki, onları demək istəyirəm ki, nəzərə alsınlar bu insanlar. Ümumiyyətlə, dediyim kimi, bir məsələyə müdaxilə edəndə, daxil olanda, bir mövzunu götürəndə, düşünün ki, siz bir inancla giririk də, deyək ki, universitetə girmək üçün görürsən 700 bal yığa bilərəm, yığa bilmərəm. Sadə götürək. Bəli. Sizin oradakı inancınız sizin inancınız deyil. Cəmiyyətin oturdurduğu bir inanc ki, 700 bal. 700 bal dahi, falan kəs Balakəndən, falan kəs bal yıqdır, kəllər. O inancı biraz qırağa qoyun, kağız qələm götür, sənin inancını sıfırdan sən yarat. Məsafə saxla cəmiyyətin öz aranda. Cəmiyyətdəki düşüncələrlə öz aranızda məsafə saxla. Yenidən yaz inanclarını. Ya deyək ki, şahmatçısan, dünya çempionu ola bilərəm, yoxsa yox. Oradan beyin deyəcək, Magnus Carlsen dahidir, kəllə. Onları qoy qırağa da. Məsələyə yanaşmanı özün yarat. Zəifdirsə, get gücləndirməlisən, kifayət alətlərin var da, ChatGPT-dən soruş, sualları düzgün ver. Bu mənim birinci, çünki mənim çox sərf edib də belə. Necə olursa inadkarlığın hesabına bunları özümə əxs eləmişəm. Yəni, belə deyim də, sizin düşüncə tərziniz əslində düzgün düşüncə tərzidir. Qarşında, cəmiyyətdə sənin qarşına problem kimi çıxan etalonları tapdalayıb keçmək lazımdır. İndi mənə özündən etalonlar yaratmaq lazımdır. Bəli də, kimdən bilir, nə düzgün. Bəli, siz düz deyirsiniz. Şahmatla məşğul olan birisi Magnus adı gələn kimi adı gələn kimi artıq özünü zəif hiss edir ki, yəni bundan o tərəfi ola bilməz də. O düşüncə buna imkan verməyəcək şahmatdansa nailiyyətə gəlsin. Potensialını üzə çıxartsın. Bəli. Mənə hər yarışdan qabaq Hindistanlılar yazır. Hindistan, Fransa, Orxan Dubaya gəlirsən, yarışa. Biz nə soruşur? O müqayisədədir. Bəli. Mən gəlsəm o yarışa ikinciliyi hədəf qoyacağıq. Amma mən soruşmuram kim gəldi, kim gəlmədi. Bu çox təhlükəli prosedurdur. Yəni mən bunu məsləhət görürəm, çünki bunu mən idmançılardan, kitablardan öz praktikamı tətbiq etmişəm. O ki qaldı yaddaş və məsələ belə deyim, siz bu hədəfi belə qoyanda sizin birinci yanınıza qonaq qorxu gəlir. Bəli. Deyir ki, bu realdır. Qorxuya da elə baxın ki, deyir ki, kiçik hədəflə sizin aranızda qorxu olur, olmur. Qorxu yaxşı şeydir. Deməli, qorxu nə vaxt olur? Böyük hədəf olanda olur. Deməli, qorxu sadəcə bir siqnaldır. Adını da dəyişdirin, qoyun. Qorxu sözünü ləğv edin. Adını qoyun siqnal. Mənim bilən ki, filan işi görəndə ağlıma siqnallar gəlir. Qorxu gəlmir deməyin də. Demək istəyirsiniz deyin, amma sözün çəksin endirin. Yaddaşla bağlı da fikrim odur ki, ümumiyyətlə yaddaş problem deyil. Yaddaş elmdir. Həm tibbi məsələləri kimisinin beyni dəyişə bilər, amma yaddaş bir elmdir və 100% elmdir. Bəlkə riyaziyyatdan da dəqiq elmdir. Buna sonra elə baxın. İndi texnikasını bilmirsiniz. Videolarım çıxır da yavaş-yavaş, YouTube-da və s. İndi öyrənərsiniz. Amma girişdə elə baxın. Ağızda şübhə gəlir, o şübhə nəyin əlamətidir? Bilgisizliyin əlamətidir. Yəni mən qayıdım dediyim bir var. Siz aparıcısınız. Məncə aparıcı olmaq üçün sənin gərək fitri istəyirəm olsun.
Sizdə mən bilmədiyim şeyi deyirəm də, şu şübhəm deyirəm. Onlara fikir verməyin. Və fundamentlərdən yapışın həmişə. Binanın remontundan daha çox onun fundamenti vacibdir. Siz binanı eybəcər olsun qırağı. Onun fundamenti. O remontu, o təmiri nə vaxtsa da eləyə bilərsiniz. Fundamenti. Amma bünövrə möhkəmdirsə, sağlamdır. Mən bütün günü istənilən sahədə, yaddaşda, biznesdə bütün gün binanın fundamentini düzəldirəm. Mənim binam heç çökmür. Yarışlar və Amma bursa orada gəlir bayraqlar nazarından, onun binasının remontu gözəl qıraqdan görürsən. Amma nəticədə yenə mənim binam ayaqda qalır da. Fundament nədir? Təzyiqlə işləməyə bacarığı, qorxu ilə işləməyə bacarığı, şübhə ilə işləməyə bacarığı, insan qədimdə nədən qaçıb, nədən meyllənib. Onlara bir dənə fundament otuzuram. Ay balıq yağıdır, ay nə bilim nə yeməkləri. Bunlar binanın təmirləri. Təfərrüatlardır. Onu təmirə sonra fikir verə bilərsiniz. Çox təşəkkür edirəm. Siz gəldiniz verilişimizə. Belə maraqlı veriliş alındı. Artıq verilişimizin sonuna yaxınlaşdıq. Tamaşaçılardan xahişim odur ki, bizim YouTube kanalımızı izləsinlər, abunə olsunlar. Belə maraqlı verilişlərin davamlı olmasını istəyirlərsə, bizi yaxından sosial şəbəkələrdən izləsinlər. Sağ olun, növbəti verilişlərdə görüşənə qədər. Təşəkkür edirəm Orxan müəllim. Mən təşəkkür edirəm. Belə maraqlı diskussiya oldu. Və elə suallar verdiniz ki, mən hətta bir çox sirlərimi də açdım. Sir dediyimdən, yəni ki, elə bunları nə varsa demək istəyərdim. Elə mənim üçün də fürsət oldu. Minnətdaram. Çox sağ olun. Minnətdaram ki, gəldiniz bura bizim efirimizə və tamaşaçılarımızla birlikdə olduq. Təşəkkür edirəm. Sağ olun.